İndi dövlət başçımız da deyir ki, Avropa Şurasından çıxmağı çox ciddi şəkildə nəzərdən keçiririk. Ümumiyyətlə, bu təsisatların təsirliliyi və effektivliyi nə qədərdir Azay müəllim? Bilirsiniz, biz beynəlxalq təşkilatlara niyə üzv oluruq? Bir neçə səbəbdən. Birinci, beynəlxalq münasibətlər sisteminin tərkib hissəsi olaraq biz, belə deyək, kollektiv öhdəçilik deməli, qaydalarına əməl edirik. İkinci, milli maraqlarımızı qorumaq istəyirik. Burada digər amillər də var, onları mən demək istəmirəm. Əgər iki aspektdən yanaşsaq, Avropa Şurasına biz nə üzv olduq? Ona görə ki, biz o vaxt düşünürdük ki və səmimi inanırdıq ki, biz Avropa Şurasına üzv olmaqla bizim hal-hazırda Avropa deyəndə o vaxt üçün bir qədər aktual olan Avropa dəyərləri, Avropa standartlarının istiqamətində müəyyən deməli dəyərlər əldə edəcəyik, yaxud da müəyyən imkanlar qazanacağıq. Hüquqi dəyərlər də çox. Nə oldu? Yəni təcrübə toplayacaq, gənc dövlət idi, yeni müstəqil əldə etmişdi. Biz hüquqi islahatlar apardıq, siyasi islahatlar apardıq və s. Bəli, bir dövr üçün, bir istiqamət üçün deyə faydalandıq. Məsələn, müəyyən iqtisadi elementlərdən biz faydalandıq, müəyyən hüquqi islahatlar apardıq, məhkəmə islahatları, parlamentdə müəyyən işlərimiz oldu, ayrı-ayrı var. Amma bütövlükdə biz orada gözlədiyimiz münasibətə, yaxud da gözlədiyimiz o dividendləri qazanmadıq. Ən vacib isə düşünürdük ki, Avropa Şurası kimi təşkilatı ən az elan etdikləri kimi qanunun aliliyinə, ədalət prinsipinə, ərazilərin toxunulmazlığı prinsipinə, BMT-nin qəbul etdiyi qərarlara, bütövlükdə beynəlxalq hüquq normalarına, ATƏT-in Helsinki yekun aktının 10 dekaloquna əməl edəcəklər. Nə oldu? Azərbaycanın ən ağır vaxtlarında torpaqlar işğal olundu, insanları 1 milyon çox insanlar didərgin düşdü, nə qədər adamlar deməli faciə ilə üzləşdi, soyqırım törədildi, müharibə cinayətlərinə məruz qaldıq. Bir dənəsində olsun Avropa Şurası, onun qurumları Azərbaycanla bağlı düzgün qərar qəbul etdimi? Hətta Çıraqovlar deməli ailəsinin, Çıraqovlar ailəsinin Ermənistana qarşı iddiasına Avropa İnsan Hüquqları Məhkəməsi 2015-ci ildə nisbətən ədalətli qərar çıxartmışdı. Amma bir neçə ay bundan əvvəl, bir neçə həftə hətta bundan əvvəl onların çıxartdığı Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxartdığı qərar nə qədər biabırçı idi. Dağlıq Qarabağ ifadəsi, Dağlıq Qarabağın prokurorluğu. Yəni mövcud, siz düşünün də, indi biz hamımız burada oturmuşuz, tamaşacıda bağırıq. Bir qurum ki, legitim deyil, bir qurum ki, işğal nəticəsində orada yanım. Onun necə onun hüquqlarını, onun necə mövcudiyyətini qəbul edib, oradakı olan işğalçı Ermənistan ordusunun nümayəndəsi gəlib ora, Azərbaycan ərazisini işğal edibdir, torpaqlarını tarumar edibdir, sonra sən onun hüququnu pozursa. Ədalət harada qaldı? Yəni deməyim odur ki, Arzu xanım, biz bu müddətdə çox çalışdıq, çox istədik ki, doğrudan da Avropa Şurası kimi qurumlarda, Avropa Parlamentin üzvü deyildi, onu biz qoyaq bu tərəfə. O başqa bir hekayə, çünki yeri gəlmiş onu deyim ki, Avropa Parlamenti ən çox üzv olmayan ölkələrlə bağlı qərarlar qəbul edib, nəinki üzv olan ölkələrlə. Bu da çox paradoksal bir məsələdir. Sən geri işlə məşğul olur, nə işlə məşğul, nə bilim, Suriyədə nə baş verir, Azərbaycanda nə baş verir, Türkiyədə nə baş verir. Ona görə də biz Avropa Şurasından 2023-cü ildə necə ki, biz suverenliyimizi bərqərar etdikdən, bərpa etdikdən sonra biz hücuma məruz qaldıq. Haqsız olaraq bizim nümayəndə heyətinin mandatı təsdiq edilmədi. Biz onda niyə bu qurumda qalmarıq ümumiyyətlə? Onun ki, biz imtina elədik. Biz nümayiş gecəsindən dedik ki, bizə qarşı olan bu hasızlığa, biz etiraz zəhməti olaraq bütün əməkdaşlığı dayandırırıq. Niyə biz Avropa Parlamentinin qətnaməsindən sonra biz Euronestdə qalıb bundan əməkdaşlıq etmək? Nəyə görə? Yəni, bu münasibətdə qarşılıqlı olmalıdır. Bu münasibətlərdə hamı hər iki tərəf qazanmalıdır. Bizim ağır vaxtlarımızda, bizim münaqişə mövcud olduğu vaxtda, torpaqlarımız işğal altında olan vaxtda, əgər bu qurumlar bizə dəstək vermədilərsə, biz indi artıq bunu özümüz həll etmişiksə və bugün onların o dediyi Avropa dəyərlər standartları aşınmaya məruz qalıbsa və bugün onların ailə dəyərləri nə vəziyyətdədir, onların ümumiyyətlə dünya baxışları, ayrı-ayrı məsələlərdə sərgilədiyi o haqsızlıq, ikili standartlar, biz artıq bunlar nə qədər dözməyik. Onun ki, bugün cənab prezident açıq bəyanat verdi. Bugün Avropa Şurasında Azərbaycanın tamamilə çıxmasında
Azərbaycan heç də itirməyəcək. Heç bunu insanlar da hiss etməyəcək. Amma Avropa Şurası həqiqətən çox şey itirəcək. Çünki Azərbaycan birinci fərqli bir mədəniyyətin təmsilçisidir. Avropa Şurasının cəmi 2 müsəlman ölkə var. Türkiyə və Azərbaycan. Siz birini bu haqsızlıqdan çıxartdınız. İndi düşmüşsünüz Türkiyənin üzərində. Yəni burada mədəniyyətlərin də çarpışmasından. Burada mən də bunu geniş istəmirəm şərh edəm. Yəni bütöv halda burada o çox tərəflilik, dəyərlər, müxtəliflik, zənginlik baxımından da Avropa institutları itirəcəkdir. Ona görə də mən düşünürəm ki, bizim Dialoq üçün